Rəşid mənim hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Necəsiz? Mən pisəm. Niyə? Niyə? Ona görə ki, Azərbaycanın o qədər gözəl problemləri var ki, o qədər ağır problemləri var ki, onu qoymaq əvəzinə gör nə problemlər qoyuruq biz. Mən indiyə qədər nə Sovet dövründə bir əməlli başlı yaşamamışam, nə indiyə elə yaşamamışam. Yaşamıram. Mən bu aydan oya zorla yaşayıram. Mən normal həyat keçirmişəm, bizə şəxsiyyətimi qorumuşam. Bu şəxsiyyəti də bu kanalda, ən istədiyim kanalların birində. Mən aşağı vurursunuzsa, mən sizdən çox narazıyam. Mənim sizdən xahişim budur. Azərbaycanın problemlərindən biri odur ki, mən 51 il bu dövlətə işləmişəm, xalqıma işləmişəm, necə işləmişəm, soruşun mənim tələbələrimlə. 51 il işləmişəm, 170 manat mənə pensiya verirlər. Amma məndən aşağı olan və səviyyəcə, adicə asistent olan bir adam, məndən az işləyən, 27 il işləyən adam 240 manat alır, 300 manat alırlar. Bir ölkədə belə qanunlar olurmu? Niyə bunu qoymursunuz, gətirib bu, nə bilim, mavidir, nədir, bu problemdir mi? Bunlar xəstə adamdırlar, yazıqdırlar, onları da ortalığa çıxartmayın bunları. Rəşid mənim, biz demokratik cəmiyyət olduğumuzdan hər bir Demokratiya insan nə deməkdir? Hər bir insan mən... Hər əclaf şeyləri ortalığa çıxarmaq yox, yaxşı şeyləri də çıxartmaq lazımdır. Yaxşıları da çıxartmaq. Avropadır, qulaq az. Avropanın maaşını gətir buraya, 2000 evro alır hər bir adam. O ölkənin... Avrovision bu ölkəyə nə verəcək? Siz mənə deyin görüm nə verəcək bu ölkə? Avropaya tanıdır bizi. Nəyi tanıdır? Sən nəyini tanıdır? Yaxşı şeylə tanıt da. Və yaxşılığımız şəhəri göstərir. Bura bax, Nizaminin dövründə Avrovision var idi. Yox, o Nizaminin dövrü Nizaminin dövründə. Ay sağ ol. İndi isə şırlaq atmaq dövrüdür. Yox, dəlli əlamətdir. Mədəni formada yaşamaq dövrüdür. Sən oxu günən get Quranını, bu dəlliyin bir növüdür. Mən sizdən xahiş edirəm, Azərbaycan xalqının başında duranlar, ağsaqqallar düz yönəltməlidir bu milləti. Yazıqdır bu millət. İqtisadi nöqteyi nəzərdən də bu tip adamların bura gəlməsi bizə əməlli başlı sərf eləyir. Əməlli başlı iqtisadi təkan deyir. Sən onu bilirsənmi ki, sənin Azərbaycanın yerinin altı da qızılda üstüdə. Sən onu bilirsənmi ki, dövlətimiz pul haraya xarışlamağın yerini bilmir, hə? Yox, niyə? Düzəldirlər hamısını, niyə ki? Oran düzəldir, mən də düzəlsin. Nə inirəm o qızıl teşli ki, ona mən qan qusuram, ya? Nə inirəm mən onu? Mən 170 manatdan nətər yaşayayım, hə? Nədir? Özünə ver görüm onlar yaşayabilir mi? O deputatların birine ver görüm onlar yaşayabilir mi 170 manatla? Amma hər halda biz axı indi gəlin başqa bir şeydən. Çox xahiş edirəm, təvəqqə edirəm. Gələcəkdə qoyunan müəllimlərin maaşı 150-170 qoyuna da onu qoyunan.